Deməli, məsələn, şərtində bizə verir ki, diploid xromosom dəsti 80-a bərabər olan dişi göyərçin verilibdir bizə və başlanğıc hüceyrə sayı 4 ədəd anafaza mərhələsinin X cinsi xromosomların və artison xromosomların B-minus A tərkibisidir bizdən. Biz bilirik ki, dişi göyərçin XY xromosom dəstindən malikdir, yəni dişi heterogametriyə malikdir və diploid xromosom dəsti 80-a bərabərdir. Bunun biz somatik və artosonunu yazsaq, 78 plus XY formasını yazmalıyıq. Bilirsiniz ki, 78 burada altason xromosomu, XY isə cinsi xromosomları göstərən hissədir. Və bizdə şərtdə anafaza mərhələsində istəyir uşaqlar. Anafaza mərhələsində siz bilirsiniz ki, mitozun anafaza mərhələsində xromosom və xromatik dəsti 4M4C-yə bərabər olur. Yəni, 2 dəfə qalxmış olur xromosom dəsti. İndi baxaq, 2 dəfə qaldırdığım diploidin biz bu formada yazmışıqsa, deməli 2 dəfə qaldırsaq, 78-i 2 dəfə qaldırsaq neçə eləyəcək uşaqlar? 16 bir yazdan, 156, düz hesapladım, vurun 2-yə, 16, 156. Bunu da 2 dəfə qaldırsaq, X, Y formasına düşəcək. Düzdürmü? 2 dəfə qalxacaq. Deməli, anafaza mərhələsində altason xromosomu sayı 156, cinsi xromosom isə X, Y formasına düşəcək. 2 dəfə qalxmış olacaq. İndi qaydaq məsələnin şərtinə. Deyək ki, anafazada X cinsi xromosomun cəmi biz bir hüceyrə üçün tapmışıq. Amma bizə şərtdə nə qədər veribdir? 4 dənə. Bir hüceyrə üçün X xromosomun sayı nə qədərdir? 2 ədəd. Bəs 4 dənəsi üçün nə qədər olacaq? 8 ədəd. Demək, A-mızın qiyməti neçə bərabərdir? 8-ə. A-nın qiyməti 8-ə bərabərdir. Gəlin B-nin qiymətini tapaq. Nə istəyir bizdə? Altason xromosomun cəmi. Altason dedik, neçə bərabərdir? 156-ya. Neçə hüceyrə üçün? Bir hüceyrə üçün. Onda 156-nı vuraq neçə hüceyrə üçün? 4 hüceyrə üçün. 4-ə vurun görək uşaqlar. 4 dəfə 6, 24. 2 yadda. 4 öbürşü 20. 2 yadda. 624. B-nin də qiyməti neçə bərabər oldu? 624-ə bərabər oldu. Bizdən B minus A fərqini istəyir. B-nin qiyməti nə qədər idi? 624. A-nın qiyməti nə qədər idi? 8. Neçə bir uşaqlar? 616. Deməli, cavabımız neçə bərabərdir? 616-ya.